bildiyimə görə Bəhlul şahmatı sevir, şahmat oynamağı sevir. Tural, sizinlə arada şahmat oynamağı cəlb eləmək istəyir. Ümumiyyətlə, bu yeni bir hobbidirmi? Oyundan kənar belə bir məşğuliyyətiniz mi var, maraqlıdır? Bölüşün tamaşaçılarına zəhmət olmasın. İlk öncə efir vasitəsilə Chessborn TV-yə salamlarımı çatdırmaq istəyirəm. Murad bəyə, qaldı ki, verdiyi bir suala, mən uşaqlıqdan şahmat oynamağı bacarıram, yəni həvəsim olub, oynamışam. Daha sonra komandaya Qarabağa gəldikdən sonra Bəhlulla bir otaqda qaldım. Gördüm ki, o da şahmatla çox dərindən maraqlanır, oynamağı sevir. Beləsinə, bu qədər yəni. Bəhlul siz? Mən də çalışıram Turalı cəlb eləyim. Bir deyim, başı var, oxumur, eyni qaydada onu Turala şamil eləmək olar. Yəni istəsə çox yaxşı oynaya bilər, çox yaxşı yaddaşı var, amma o qədər də üstünə düşmür, çalışıram, biraz məcbur edim.